nə etsəm də namazda fikrim çox yayınır, nə edə bilərəm, namaza olan sevgimizi necə çoxalda bilərik. Ümumiyyətlə, bu məsələ tək sizin üçün deyil, bəzən başqa bu kimi suallar da çox olur, mümkündür bu hal baş versin. Amma insan nə qədər diqqətli olmağa çalışsa, bu məsələyə nə qədər çox əhəmiyyət versə, o namazda bir o qədər Allah haqqında düşünər. Ümumiyyətlə, bəzən insanın namazdan həvəssiz olması ki, namaza olan sevgidən söhbət gedir burada, insan nə qədər günahdan çəkinsə, bir o qədər bu şeylərə bağlana bilər. İnsanın, dediyim əvvəllər də qeyd eləmişdim ki, ruh çirkləndikcə, ruh xəstələndikcə, insanın Allahla ünsiyyətində, belə deyək də, problem yaranır. O ləzzəti duya bilmir, ibadətdən ləzzət ala bilmir deyə ondan, belə deyək, bu işi görə bilmir, çox görə bilmir. Əvvəllər də demişdim ki, mən bu məsələ haqqında ki, cisim xəstələnəndə insanın ən çox xoşladığı yeməklərdən belə ləzzət ala bilmir, istəmir o yeməkləri. Ruh da belədir. Əgər ruh xəstələnirsə, günah vasitəsilə ki, ruh xəstələnər təbii ki, onda o namazdan həzz ala bilmir, o namazdan ləzzət ala bilmir və fikri orada burada olur adətən. Və yaxşı olar ki, bir insan namazdan biraz qabaq, bir neçə dəqiqə qabaq o namaz qıldığı yerdə otursun və Allah haqqında təfəkkür eləsin, Allahın verdiyi nemətlər haqqında düşünsün. İnsanlar bəzən sadəcə itib, bu mənada ki, bir kənardan özünə baxmır ki, Allah mənə nə qədər nemət verib, say hesabı yoxdur. Birdən ayılıb insan özünə baxsa, görər ki, mən nemət içində qərq olmuşam və o neməti verən kimdir? Baxar ki, oradan Allaha tərəf gedər, yönələr Allaha və çalışar ki, Allaha təşəkkür eləsin. Namaz boyunca da düşüncəsi, fikri Allahda olar. Yəni, bu təfəkkürlə, bu zehniyyətlə insan yanaşsa məsələlərə hər dəfə onun ruhu xüsusi formada formalaşar və yavaş-yavaş özünü, belə deyək də, namazda yalnız və yalnız Allaha yönəldər özünü. Bu, düzdür, mümkündür bir günün içində baş verməsin. Mərhələ insan çalışmaqla bu şeyə gəlib çata bilər.